Salam, bugün sizinlə 9-cu sinif 2025-ci il İngilis dili test toplusundan lexical test, yəni leksik testlər mövzusuna baxırıq. Birinci sualda which words are named of animals? Hansı deməli sözlər heyvan adlarıdır? Horse, at olacaq 1 və rabbit, dovşan 3. Doğru cavabımız 1 və 3 B variantı. Cabbage kələm deməkdir. Silver isə gümüş mənasını verir. İkinci sualda which words are related to traffic? Yəni hansı sözlər nəqliyyatla bağlıdır? Burada isə baxırıq ki, train qatar doğrudur və plane təyyarə 2 və 3 doğru cavablardır. Porridge sıyıq deməkdir. Lake isə göl. Üçüncü sualda hansı sözlər sport, yəni idmanla bağlıdır? Chess, şahmat və handball. Handball olacaq elə handball. Deməli, oyunun adıdır. B variantı. Piano musiqi alətidir. Flower, gül deməkdir. Dördüncü sualda məktəb əşyalarına aid olanlar hansılardır? Desk, parta 1 və board, lövhə deməkdir. 1-2 doğru cavabdır. Bed, çarpayıdır. Tree isə ağac. 5-ci sualda hansı söz digərləri ilə uyğun gəlmir? Yəni, bütün sözlər, belə deyək, birindən başqa hamısı meyvəyə aiddir. Yalnızca biri burada heyvandır. A variantında pear, armud, plum, gavalı, cherry, albalı və apple, alma, bunlar meyvədir. Owl isə bayquş, bu heyvanlara aiddir. 6-cı sualda da həmçinin study, öyrənmək, təhsil almaq, learn, öyrənmək, teach, öyrətmək, write, yazmaq, cuisine isə mətbəx deməkdir. Bu da aid olmayan sözdür. 7. Yenə eyni tipdə şərtdir. Fork deməli çəngəl deməkdir. Plate, boşqab, spoon, qaşıq, cup olacaq fincan. Yalnızca shirt, köynək sözü digərlərinə uyğun gəlmir. 8-ci sualda sun, günəş, beach, çimərlik, sand, qum, sea, dəniz. Yalnızca arm, qol sözü burada artıqdır, bədən üzvüdür. 9-cu sualda of the table. Table deməli stolun nəyi ola bilər? Stolun təbii ki, ola bilər legs, stolun ayaqları, yəni gözü, barmağı, qulağı və yaxud da burnu ola bilməz. 10-cu sualda hansı heyvana aiddir? Deməli, baxırıq ki, chair, stul deməkdir. Puppy, küçük, yəni it balası olaraq gedir. Heyvana aiddir. Tool, əşya. Daisy olacaq, deməli, papatya deyirik biz buna. Carpet isə xalça, bu da deməli ev əşyasına aiddir. A variantı doğrudur. 11-də fruit, deməli meyvə axtarmalıyıq. Biz plane, təyyarə, sofa, divan, bear, ayı, bee, arı. Pear isə armud, doğru cavabdır. 12-də hansı deməli bird, quş növünə aiddir? Pigeon deməli olacaq burada göyərçin, stone daşdır, plant bitki, zebra və wolf deməli canavar. 13-də animal, heyvan axtarmalıyıq. Zebra gördük artıq. Yubqa, şərf, deməli rəf deyək buna, şkaf. Driver, sürücü, yanlış cavablardır. 14-də antonimi lazımdır altına xətt çəkilən sözün. To buy, almaqdır. Antonimi olacaq to sell, satmaq, D variantı. 15-də hansı sözlər yaxın mənalıdır? Difficult, easy, çətin, asan antonimdir. Happy, sad, xoşbəxt, kədərli antonimdir. Nice, beautiful, gözəl mənasını verir ikisi də. Bunlar doğrudur. Tall, hündürdür. Short, qısa.
Old köhnə, digəri isə kobud. 16-ya baxırıq. 16 da yenə yaxın mənalı, yəni sinonimlər istənilir. Difficult, hard elə A variantı. İkisi də çətin deməkdir, yəni sinonimdir. B variantında nice, gözəl, ugly, eybəcər bu antonimdir. Excited, həyəcanlı, tired, yorğun. C. Slow, yavaş, quick, sürətli, cəld. Wise, müdrik, dull, sıxıcı və yaxud da küt mənasını verir. 17-də opposite, əks mənalı, yəni antonimlər. Agree, accept, qəbul etmək. See, görmək, hear, eşitmək. To forget, unutmaq, remember, xatırlamaq. Elə doğru cavab C variantı olacaq. Enter, daxil olmaq, visit, ziyarət etmək. Başlamaq, start elə, başlamaq deməkdir. Bunlar da sinonimdirlər. 18-də clothes, yəni paltarlar bizə lazımdır. Skirt, yubqa olar. Sweater, bu da olar. Yəni qalın köynək. Trousers, şalvar, doğrudur. 1, 2, 5 C variantı. Blanket, yorğan. Dream, arzu və ya yuxu. Desk, parta. 19-da deməli, burada deyir, how many verbs can be used with the given word? Yəni nə qədər feil istifadə oluna bilər bu verilən sözlə? Biz burada baxırıq ki, yəni hər bir söz verilən sözlə bir məna uyğunluğu olsun. Spend money olacaq pul xərcləmək, doğrudur. Deməli, birincini götürürük. Earn money, pul deməli qazanmaq, bu da doğrudur. Exchange money, pul mübadilə etmək, dəyişmək, doğrudur. Get money, yəni pul əldə etmək. Və sonuncu lend money, bu da pul borc verməkdir. Yəni bütün sözlər money sözü ilə doğru gəlir. Y variantı doğrudur hamısı. Və baxırıq 20-yə. Cake, deməli tortu nə etmək olar? Make a cake, tort hazırlamaq olar. Bake, bişirmək olar. Sell, satmaq olar. Have a cake, tort yemək mənasında verir bunlar. Sahib olmaq kimi də demək olar. Buy cake, deməli tort almaq. Bu da doğrudur. Yəni hər biri doğrudur. 5 variantın 5-i də. 21-ə baxırıq. Opposite meaning, yəni əks mənalı sözləri tapmalıyıq. Məsələn, 1-də baxın doğrudur. Cruelty, qəddarlıqdır. Kindness, mehribanlıq, bir doğrudur. Politeness, nəzakətlik. Rudeness, kobudluq. Elə 1, 2 doğru cavabımız olacaq. Charity, generosity, bunlar ikisi də səxavətli, əlaçılıq deməkdir. Xeyriyyəçilik. Cruelty, qəddarlıq. Impatience, deməli bu da olacaq səbirsizlik. 22-də if Jane's business fails, she will be really, deməli əgər Jane'in biznesi fail, yəni uğursuz olsa, o necə olacaq? Təbii ki, pis olacaq. Upset, kədərli. Unhappy, bu da elə kədərli deməkdir. Pleased, məmnun. Satisfied, bu da məmnun deməkdir. 1-2 C variantı. 23-də succeed, uğurlu olmaq. Əgər Jack sürücülük testində uğurlu olsa, o deməli necə olacaq? Uğurlu olsa təbii ki, happy olar, xoşbəxt, joyful. Bu da elə şən deməkdir, xoşbəxt. A variantı doğrudur. 24-cü sualda what do you want to do when you say I'm sorry, I didn't mean to hurt you? Sən əgər bu söz deyirsənsə, bu nə mənaya gəlir? I'm sorry, yəni üzr istəyirəm, mən səni incitmək istəməmişdim. Yəni, əgər bu sözü işlədiriksə biz, təbii ki, kimdənsə apologize, yəni üzr istəyirik ki, I'm sorry, bağışlayın, üzr istəyirəm deməkdir elə. Cavab olacaq apologize, D variantı. 25-də a person who is always shows respect for other people. Deməli, kim ki, digər insanlara respect, hörmət göstərir, biz ona deyirik ki, polite, nəzakətlidir, shameless olmaz, bu yəni, belə deyək, üssüz,
rude, kobud, impolite, nəzakətsiz, selfish, bu da egoist, özünü bəyənən. Polite elə doğru cavabdır. 26-dan the water in the river is you must not drink it. Sən onu içməməlisən. Deməli, su necədir ki, onu içməməlisən? Təbii ki, badly polluted, yəni çirklənmiş. Çox çirklənibdir su, sən onu içməməlisən. A variantı. Clean təmizdir, useful faydalı, daha yaxşı, zərərsiz. 27-yə baxırıq. 27-də bizə deyir ki, digərlərini suffer, əziyyət çəkdirir. Digər insanlara əziyyət verən insanlara biz deyirik cruel, qəddar və kobud. Digərləri müsbət məna bildirən sözlərdir. Biz mənfi mənanı seçməliyik. 28-ə baxırıq. When the given advice is good, one should it. Nə vaxt ki, verilən məsləhət yaxşıdır, biz onu, məsləhəti nə etməliyik? Elə A variantı olacaq. Gladly deməli accept. Yəni onu qəbul etməliyik. Sevinib onu gladly, yəni xoş olaraq qəbul etməliyik. A variantı doğru olacaq. Digər variantlarda isə əməl etmə, yəni götürmə məsləhəti, rədd elə və yaxud da əməl etmə. Bu da elə qəbul etmə mənasını verir. Bunlar yanlışdır. 29-da both the soldiers were given a medal for their, deməli, hər iki əskərə medal verildi. Onların nə üçün medal verildi? Təbii ki, cəsarəti üçün olacaq. 1 və 3 doğrudur. Qəddarlığına və yaxud da xəyanətinə görə olmaz. 30-da best host, ən yaxşı, deməli, ev sahibi necə olmalıdır? Generous, səxavətli olmalıdır, əlaçıq, attentive, diqqətli olmalıdır. Gentle, yəni nəzakətli deməkdir bu da. 1, 3, 5, xəsis və yaxud da nəzakətsiz olmamalıdır. 31-də same meaning, same yəni eyni mənanı bildirən sözlər. Ban, prohibit, ikisi də qadağan etməkdir. Exist, mövcud olmaq, disappear, yoxa çıxmaqdır, bu yanlışdır. Involve, forget, bu da nə iləsə məşğul olmaq, unutmaq, daxil olmaq, unutmaq. Take place, occur, baş verməkdir, doğrudur. 1 və 4 olacaq cavabımız A variantı. 32-də opposite, yəni əks mənalar. Humid, rainy, nəm və yaxud da yağışlı deyil. Hard, soft, hard bərk, möhkəm deməkdir. Soft isə yumşaq. Elə bunlar əks mənalıdır. Warm, hot, istidir. Bunlar xüsusi deməkdir. Bu da elə yeni mənasını verir. Y variantı yanlışdır. C variantımız doğru olacaq. 33-də baxırıq ki, close meaning, yəni yaxın mənalı söz. Enormous, nəhəng deməkdir. Nəhəng olacaq huge, nəhəng. 34-də close meaning, yaxın məna. Healthy, sağlam, xəstə, balaca, böyük. Qədim, o da qədim deməkdir. Ancient, old, C variantı doğrudur. Daha yaxşı, daha pis. Sakit, səsküylü, bunlar da antonimdirlər, yaxın mənalı deyirlər. 35-də only Maria can sing folk songs so well means. Deməli, yalnızca Maria xalq mahnılarını belə yaxşı oxuya bilirdi. Bu nə mənaya gəlir? Yəni, yalnızca Maria oxuyurdu, başqa biri belə yaxşı oxuya bilmirdi. A variantında yaxşı oxumurdu deyir Maria mahnıları, xeyr. B variantında Maria worse, pis oxuyan idi deyir, yalnızca yox. C variantında digərləri better, daha yaxşı oxuyur Mariadan, xeyr, bu da əksinə olmalıdır. D variantında heç kim xalq mahnılarını Maria kimi yaxşı oxuya bilmirdi. Hə, bax, bu doğrudur. Heç kim Maria kimi yaxşı oxuya bilmirdi. Maria, yəni ən yaxşı oxuyan Maria idi, daha yaxşı oxuyan. Y variantında Maria çox çətinliklə xalq mahnılarını oxuyurdu, yəni oxuya bilmirdi deməkdir bu. Yanlışdır. Baxırıq 36-ya. 36-da bizə deyir ki, nə qədər söz yenə bura uyğun gələcək. The book will give you some information about ancient
Kitab sənə məlumat verəcək. Qədim nə haqqında? History, tarix haqqında, monuments, abidələr, yerlər, qalalar, bu da elə qüllələr haqqında. Doğrudur, bütün variantlar burada doğru cavab kimi götürülə bilər. B variantı düzdür. Baxırıq 37-də what's the of the table? It's square. Square yəni kvadrat deməkdir. Təbii ki, kvadrat deyirsə formasını soruşacaq. Yəni stolun forması shape forması necədir? Square. Yəni kvadratdır. Uzunluğu deyil, qiyməti, ölçüsü və ya hündürlüyü. 38-də opposite meaning, yəni əks mənalı sözlər soruşur bizdən. Display, daha doğrusu play oynamaq, display nümayiş etdirmək, fərqli sözlərdir. To create, to ruin, yaratmaq, dağıtmaq, antonimdir. Bunlar əks mənalıdır. Cry, ağlamaq və yaxud da qışqırmaq. Whisper, pıçıldamaq. Yəni qışqırmaq, pıçıldamaq bunlar əks mənalı olar, doğrudur. Discover, kəşf etməkdir. To invent, ixtira etmək. Bunlar da əks mənalı deyil. Düzgün cavab olacaq C variantı 2 və 3. 39-da altdan xətt çəkilən sözün yaxın mənasını istəyir bizdən. Attach, yəni qoşulmaq mənasına gedir. Və yaxud da nəsə əlavə etmək. I have attached an application to the brochure for you to read properly. Deməli, sən düzgün oxuya biləsən deyə broşura bir application, yəni ərizə əlavə etdim. Attach sözünü adapted uyğunlaşdırmaq, associated əlaqələndirmək və yaxud da confirm təsdiq etmək, concluded yekunlaşdırmaq olmayacaq. Fasten sözü nəyisə birləşdirmək, nəyisə bərkitmək, qoşmaq, bu mənada attach sözlə sinonim sayılırlar, doğrudur. 40-da da həmçinin obstacle maneə deməkdir. Təbii ki, burada barrier olacaq. O da bariyer, maneə mənasını verir. Grant elə grant mükafat kimi gedir. Benefit fayda, advantage bu da üstünlük, achievement nailiyyət deməkdir. Yanlışdır. B variantı doğrudur. Baxırıq növbəti 41-ci sualda proclaim. Proclaim sözü bəyan etmək mənasını verir və deyir ki, at last the police have proclaimed their support for local control. Deməli, nəhayət sonunda polis yerli nəzarət üçün deməli öz dəstəyini bəyan etdi. Bəyan etmək, proclaim təsdiq etmək, bəyan etmək. Baxırıq burada declare, elan etmək, bəyan etmək mənasında. Declare deməli çox yaxın sözdür. Confirm təsdiq etməkdir. Təsdiq etmək yox, elan etmək mənasında. Yəni bəyan etmək, elan etmək bu kimi sözlər proclaim, declare daha yaxın mənalıdır. Show göstərmək, appreciate qiymətləndirmək, reject inkar etməkdir. Bu tamam əks mənalıdır. 42-də banned. Banned yəni qadağan etmək. City has banned smoking in all public buildings. Şəhər bütün ictimai binalarda siqaret çəkməyi qadağan etdi. Prohibit qadağan etməkdir elə A variantı. Deməli doğru cavab olacaq. Allow icazə vermək, proclaim elan etmək, accept qəbul etmək, appreciate qiymətləndirmək. 43-də compare to the thick Harry Potter 4 book 1 is. Deməli, qalın Harry Potter 4 ilə müqayisədə birinci kitab daha incədir. Olar təbii ki. Çünki qalın deyirsəm, bu daha incə olar və thinner demək olar. Large daha böyükdür, daha yumşaq, daha dar, daha deməli dayaz. 44-də make sure that you have comfortable shoes. Əmin ol ki, sənin rahat ayaqqabıların var. Deməli, nədən əvvəl rahat ayaqqabılarımız olar bizim? Hiking, deməli gəzintidən əvvəl olar və water skiing bu olmaz axı, yəni su üstündə xizək sürmək, su xizəyi deyək. Swimming üzgüçülükdə lazım deyil.
Və bir də jogging, yəni qaçış, yüngül qaçış. Bunda da deməli lazımdır bizə ayaqqabı, rahat ayaqqabı. 1 və 4. 45-də the coat costs $50 last month. Now it costs $75. They have the price. Deməli, belə deyək, palto keçən ay $50 idi, indi $75-dır. Yəni onun qiyməti artdı. Increase artmaq, keep saxlamaqdır, xeyr. Raise də qalxdı qiyməti, düzdür. Reduce azaldı, yanlışdır. 1 və 3 elə doğru cavabımız olacaq D variantı. 46-da is a person's behavior or way of acting. İnsanın davranışıdır, özünü aparma formasıdır. Biz buna deyə bilərik ki, manner, davranış elə A variantı doğru cavabımız olacaq. B variantı decision, qərar, opportunity, imkan, şans, vərdiş və yaxud da arzu, deməli yanlışdır. I Edward as a friend, I'm happy to know him. Deməli, mən Edvardı dost kimi nə edirəm? Deyir, I'm happy, mən xoşbəxtəm. Xoşbəxtəmsə, təbii ki, onu value dəyərləndirirəm. Appreciate, bu da dəyərləndirirəm, qiymətləndirirəm. 3 və 4 olacaq. 1 ilə 2-də bir də deməli qəbul etmirəm deyir. 2-də də şübhələrim var onun barəsində. Yanlışdır. 3 və 4 D variantı doğrudur. 48-də he is liar, yalancıdır. Yalancıdırsa can trust, güvənmirəm və yaxud da rely on. İkisi də elə sinonimdir. Trust və yaxud rely on, etibar etmək, güvənmək mənasını verir. 2 və 3 D variantı doğru cavab olacaq. 49-da because his project wasn't accepted. Deməli, David necə idi? Onun proyekti qəbul olunmadı. Aha, deməli, pis olacaq. Delighted, sevincli deməkdir. Satisfied, məmnun. Biz deməliyik upset, kədərli və sad. 2 və 4 D variantı doğru cavabdır. 50-də hansı digərlərinə uyğun gəlmir? Polite, nəzakətli, successful, uğurlu, clever, ağıllı, talented, istedadlı. Bu isə kobud, deməli mənfi mənalı bir sözdür. Ona görə biz yəqin ki, bu mənanı seçib C variantını götürürük. 51-də yaxın mənalı sözlər. To occur, happen olacaq, baş vermək. Deməli, sinonimlər seçməliyik biz burada. To, deməli, reign olacaq bu, hökm sürmək. To rule, C variantı. Settle, yerləşməkdir. Və yaxud da həll etmək mənası da var. Settle, A variantını götürə bilərik burada da. Deməli, B, C, A elə olacaq. A variantı doğru cavab. 52-də teenagers can have a bright life in future. Yeniyetmələrin parlaq həyatı olacaq gələcəkdə. Necə yeniyetmələrin parlaq həyatı olar? Müsbət mənalı sözlər. Clever, ağıllıdır. Selfish, xudbin, egoist olmaz. Lazy, tənbəl, bu da olmaz. Ona görə 1 ilə 4 doğru cavabımız olacaq. D variantı. 53-də I know you are, but that's no reason. Mən bilirəm ki, sən necəsən, amma bu nə üçünsə səbəb deyil. Deməli, baxaq. Mən bilirəm ki, məsələn, biri qoysam, mən bilirəm ki, sən əsəbisən, amma bu səsini qaldırmaq üçün bir səbəb deyil. Bu doğrudur. Doğrudur. Yəni əsəbisən, amma buna görə səsi qaldırmağa ehtiyac yoxdur. Demək olar. Bəli. 2-də mən bilirəm ki, sən xoşbəxtsən, amma əsəbləşmək üçün bir səbəb deyil. Yox. Bu olmaz. Yəni aidiyyatı yoxdur bunun. Mən bilirəm ki, sən məmnun deməli deyilsən, amma bu sevinc üçün, yəni sevinc göz yaşları tökməyə bir səbəb deyil. Yox. Bu da olmaz. Mən bilirəm ki, sən məyussan, amma bu motivasiyalı, belə deyək də, itirməyə bir səbəb deyil. Yəni pis olmaq üçün bir səbəb, belə deyək. Temper, yəni
Lose your temper özünü itirmək, həvəsini itirmək üçün bir səbəb deyil. Kədərli olsan da doğrudur. 1 və 4 məna cəhətdən düz gəlir. 54-də də həmçinin belə bir sualdır. I understand he is, but that's no reason. Mən başa düşürəm ki, deməli, deyə bilərik ki, birincidə egoistdir, amma ona nifrət etmək üçün bir səbəb deyil. Deməli, doğrudur. Egoist olsa da, yəni ona nifrət etmək üçün bir səbəb deyil bu. 2-də mən bilirəm ki, o noble, alicənab biridir. Bu ona əsəbləşmək üçün bir səbəb deyil. Xeyr, alicənab birinə zaten niyə əsəbləşək? Çox mənasız olar. Daha sonra honest, yəni dürüst biri. Mən başa düşürəm ki, o dürüst biridir, amma onu bəyənməmək üçün bir səbəb deyil. Yox, dürüst birini, yəni niyə bəyənməyək? Bunun üçün səbəb olsun. Mən başa düşürəm ki, o demək səbirsizdir, amma bu ona belə deyək, qarşı gəlmək üçün, ona qarşı əsəbləşmək üçün bir səbəb deyil. 1-4C variantı doğrudur. 55-də Ted didn't like to live in that city because of the Ted o şəhərdə yaşamaq istəmir, yaşamaq xoşlamır. Nəyə görə? Biz təbii ki, mənfi fikirləri seçməliyik. Air pollution, hava çirklənməsinə görə, heavy traffic, deməli, çox tıxacların olmasına görə və dirty streets, deməli, çirkli küçələrin olmasına görə 1, 2, 5 bunları səbəb göstərə bilərik. Good opportunities, yəni yaxşı imkanlar və gözəl parklar olmaz. Baxırıq 56-ya. Margaret decided to leave the camp because of the Margaret qərara gəldi ki, kampı tərk etsin. Aha, nəyə görə tərk etsin? Təbii ki, burada pis səbəblər olmalıdır. Baxırıq birincidə unfriendly atmosphere olar. Yəni belə deyək də unfriendly, yəni mehriban olmayan bir atmosfer olar. Bu bir səbəbdir. 2-də rahat yataqlar. Xeyr, rahat yataqlar bu səbəb olmaz. Yüksək qiymət ola bilər. High prices. 1-3 və baxırıq unhealthy food. Qeyri-sağlam qidalar. Bu da doğru cavab olar. 1-3-4 B variantı. 5-də isə attractive landscape, yəni cəlbedici mənzərəsi. Bu da təbii ki, getmək üçün bir səbəb olmaz. 57-də it's output on my, deməli, hava barəsində deyir ki, necədir və put on, mən geyindim. Deməli, hava necədir və nə geyindim? A variantında freezing, dondurucudur və sandal geyindim. Olmaz, sandal, yəni yay vaxtı geyinilən bir ayaqqabıdır. B-də istidir və əlcəklərimi geyindim. Olmaz. C-də istidir və isti paltomu geyindim, qalın paltomu geyindim. Bu da olmaz. D-də şaxtalıdır və deməli belə deyək də xəz paltomu geyindim. Bu doğrudur. D variantını götürə bilərik. Yəni soyuq olduğu üçün qalın bir paltar geyinib. Y-də isə istidir və yunundan paltarımı geyindim. Olmaz. 58-də one should a man for his, deməli. Aha, deyir ki, biri özünə görə deməli necə olmalıdır? One should appreciate, məsələn, A variantını qoysaq, one should appreciate a man for his rude behavior olmaz. Deməli, bir insanı dəyərləndirməliyik onun kobud davranışına görə. Xeyr, bu yanlışdır. Hörmət etməliyik dürüstlüyünə görə. Doğrudur B variantı. C-də heyran olmalıyıq qəddarlığına görə. Olmaz. Tənqid etməliyik yüksək intellektinə görə. Olmaz. Cəzalandırmalıyıq, deməli bravery, cəsurluğuna görə. Bu da təbii ki, olmaz, yanlışdır. 59-da for me to help you, I really enjoy it. Deməli, I really enjoy it ikinci cümlədə artıq biz bilirik ki, mən həqiqətən bundan zövq aldım deyir.
Yəni zövq aldımsa, mənim üçün bu təbii ki, xoş olar. A great honor, yəni böyük bir şərəfdir. Və yaxud pleasure, yəni məmnunluqdur. Məmnuniyyətdir mənim üçün. B 2-də shame, yəni ayıb, ayıbdır deməkdir. 3-də isə great suffering, yəni böyük bir əziyyətdir, iztirabdır. Bunlar da yanlışdır. 1 və 4 B variantı doğru olacaq. 60-da I thought I wouldn't be able to perform on the stage, but my friends, me and I did well. Deməli, mən düşünürdüm ki, mən səhnədə ifa edə bilməyəcəm, çıxış edə bilməyəcəm, amma mənim dostlarım məni neynədi və mən üstəsindən gəldim, yaxşı çıxış elədim. Müsbət bir şey olmalıdır burada. Encourage, həvəsləndirmək. Dostlarım məni həvəsləndirdi və mən onu yaxşı etdim. Tənqid etmək olmaz, disappointed, ruhdan salmaq olmaz, disturb, narahat etmək və upset, məyus etmək bunlar olmaz. 61-də opposite, yəni əks mənalılar tapmalıyıq. Müasir, qədim, elə budur, əks mənalı. Contemporary, müasir, ancient, qədim. Clever, intelligent, ikisi də deməli, ağıllı deməkdir. Nəzakətsiz, son, çoxlu. Yəni, digərləri sinonimdir. 62. Sinonimlər istəyir bizdən. Adopt, accept, bu olacaq. Deməli, ikisi də adopt, uyğunlaşmaq, accept, deməli, qəbul etmək mənasını verir. Uyğunlaşmaq mənasında da adopt işlənə bilir. Nəysə, adaptasiya olmaq deyirik. Harasa adaptasiya olmaq, adopt sözü və yaxud da accept, yəni nəyisə qəbul etmək, ora adaptasiya olmaq. Doğrudur, götürmək olar bunu. Broaden, genişləndirmək, expand, o da genişləndirməkdir. Bu da doğrudur. 1-2. Admire, refuse. Admire heyran olmaqdır. Refuse, inkar etmək, səhvdir. Contribute, tövhə vermək. Fight, döyüşmək. Bu isə yanlışdır. Deməli, 63-də sinonimlər lazımdır bizə. Baxırıq. Deməli, improve, decrease. Improve, inkişaf etdirmək. Decrease, azaltmaqdır. Yanlışdır. To spread, circulate, yayılmaq və dövr etmək olar, düzdür. Hardasa dövr edir, yayılır. 3-də claim, demand. Claim, iddia, demand da tələb. Nəyisə tələb etmək, iddia etmək, bu da sinonim sayılır. Və 4-cü isə bunlar əks mənalıdır, dağıtmaq və yaxud da tikmək. Əks mənalı sözlərdir. 2-3 doğru cavabımız olacaq Y variantı. 64-də sinonimlər lazımdır bizə. Baxırıq issue, matter, ikisi də məsələ deməkdir. 1 doğrudur. Foe, monitor, foe düşməndir. Monitor isə deməli izləyici kimi gedir. Yox, bu deyil. Treasure, xəzinə, proof, sübut deyil. Attempt, effort, ikisi də cəhd mənasında işlənir. Attempt və effort, deməli, cəhd kimi sinonimdirlər. 65-də entertain, əylənmək, amuse, bu da əylənməkdir, əyləndirmək, doğrudur. Escape, qaçıb canını qurtarmaq, appear, görünmək, ortaya çıxmaq. Prohibit, qadağan etmək, allow, icazə vermək, demək, antonimdir. 4-də dedicate və devote, ikisi də həsr etmək deməkdir. Və 1-4 A variantı. 66-cı sualda sinonimlər istənilir bizdən. Marvelous, splendid, ikisi də möhtəşəm deməkdir. 1 doğrudur. Baxırıq tolerant, patient, ikisi də səbirlidir. Bu da sinonimdir, doğrudur. 1 və 2. Magnificent, möhtəşəm, ordinary isə adi, sadə deməkdir. Olmaz. Smooth, rough. Smooth deməli hamar deməkdir. Rough isə kələ-kötür. Bunlar antonim sayılırlar. 67-də deməli close, yenə yaxın mənalar lazımdır bizə.
Proclaim elan etmək, defend müdafiə etmək, criticize tənqid etmək, distribute yaymaq, announce elan etmək. Aha, proclaim və announce sözləri 1 və 5 burada sinonimdirlər, yaxın mənalıdır. Yəni doğru cavabdır. 68-də də yenə yaxın mənalar istənir. Desperate ümidsiz, pleasant xoş, prominent görkəmli, məşhur, sensitive həssas, hopeless ümidsiz. Aha, elə desperate ilə hopeless ikisi də ümidsiz deməkdir. B variantı doğrudur. 69-da altından xətt çəkilən sözün əks mənalısın, opposite, yəni antonimini istəyir bizdən. Deməli, diminish azalmaqdır, artmaq deməliyik. Restore bərpa etməkdir, reduce azaltmaq, boost gücləndirmək, weaken zəiflətmək, increase olacaq elə artırmaq. Azaltmaq sözünün antonimidir. Y variantı doğrudur. 70-də antonimlər istənilir. Dangerous təhlükəli, safe təhlükəsiz, doğrudur. Ugly eybəcər, clever ağıllı, bu olmur. Different fərqli, ancient qədim. Boring sıxıcı, interesting maraqlı, bunlar da antonimdir. 71-də sinonimlər correct, true, doğru. Empty, crowded, boş, izdihamlı antonimdir. Different, same, fərqli, eyni antonimdir. Elegant, graceful ikisi də elə zərif, elegant mənasını verir. Doğru cavabdır.